Salam, mən Səmrə Həşimli, 15 yaşım var və Jesco-da kompüter mühəndisliyi kursunu SE13 qrupunu uğurla bitirmişəm və hal-hazırda Python proqramlaşdırma kursunu PE13 qrupunda təhsilimi davam elətdirirəm. Mən əsas təhsilimi isə 308 saylı tam orta məktəbin 9-a sinifində alıram. Mən məktəb dərslərlə yanaşı, həmçinin IT sahəsində də özümü daha inkişaf elətdirməyə çalışıram. Həmçinin bu iki sahəni eyni anda aparmaq hər nə qədər çətin olsa da, bir o qədər də maraqlıdır. Mən hələ kiçik yaşlarımdan IT sahəsinə marağım var idi, amma 12 yaşımda kompüterlərə daha da yaxından maraqlanmağa başladım. Mən əvvəlcə oyun oynamaq maraqlı gəlirdi. Daha sonra düşündüm ki, niyə də mənim özüm bu proqramları və oyunları özüm yazmayım? Elə həmin vaxtdan da mənim IT sahəsinə marağım daha da artmışdı. Biz Jesco-da bir çox layihələrin üzərində işləyirik. Məsələn, Scratch-da maraqlı oyunlar hazırlayırıq, TinkerCAD-da 3D dizaynlar hazırlayırıq, ilk veb saytlarımızı hazırlayırıq. Bunlarla yanaşı biz həmçinin kiber təhlükəsizlik belə öyrənirik. Biz çoxlu layihələr üzərində işlədikcə, bizdə proqramların əsaslarını daha çox inkişaf elətdiririk. Biz Jesco-da həm əylənirik, həmçinin də öyrənirik. Mən burada bir çox dostlar qazandım. Həmçinin bununla yanaşı IT sahəsinə olan marağım daha da dərinləşdi. Kompüterə proqramlaşdırma və həmçinin ümumilikdə texnologiya marağı olan hər bir uşağa Jesco-u tövsiyə edirəm.